Güvən test toplusu, reaksiyanın sürəti, səhifə 134, 12-ci sual. Reaksiyaların hidrogenə görə sürətləri bərabər olarsa. Yəni, hidrogenə görə sürətləri eynidir, yəni. Hər üçündə eynidir, məsəl üçün. Və burada azot, etilen və asetilənə görə sürətlərini müqayisə edəcək. Deməli, burada nə edəcək? Əmsallara baxacaq. Bu əmsalı 1-ə eyni anda, hə? Burada 3-dür. Burada 1-ə 1-dir. Nisbətləri, əmsalları. Burada 1-ə 2-dir. Deməli, birində hidrogen əmsalı 3-dür, birində 1-dir, birində 2-dir. Ortaq nə götürərik? 6 da götürə bilərik. Deyək ki, onda 6 götürsək, deyək ki, hidrogenə görə sürət 6-dırsa, hər üçündə. Hə, buna görə sürət 6-dırsa, buna görə 6-dırsa, hər üçünə görə 6-dırsa, deyək ki, bu azota görə sürət və 1 azota görə. Yəni, sürət nə qədər olacaq? Hə, nə deyəcək azota görə sürət? 2 olacaq. Bəs buna görə sürət, yəni, etilenə görə sürət neçə olacaqdır? 6. Yaxşı, burada bəs V3 deyək. Hə. Asetilənə görə sürət neçə olacaq? 3 olacaq. Hə. İndi deməli, hansı daha böyükdür? V2 böyükdür. V3, o da V1. V2, V3, V1, o da V variantı. 17-ci sual. Qabın həcmi 2 litrdir. Deyək, azotdan amonyakın alınması zamanı 30 saniyə müddətində. Deməli, 10 mol azot götürülür. 10 mol azotun 60% reaksiyasına daxil olur. Bəli. 10 mol azotun 60% reaksiyasına daxil olur. Yəni, 6 molu reaksiyaya daxil olur. Altı molu. Və burada deyək ki, azota görə sürəti tap. Hə. Azota görə sürət nəyə bərabərdir? 6 mol bölünsün 2 vurulsun 30 saniyə. O da 0,1. Bəli. Deməli, 26-cı sual. 26-cı sual, qabın həcmi 1 litrdir. 3 mol dəm qazı və 2 mol oksigen. Əvvəlcə 3 mol dəm qazı, 2 mol oksigen verilibdir. Qabda 3 mol dəm qazı var, 2 mol oksigen. Zaman da nədir? 50 saniyə. Və tənlik veribdir. Və burada əmsallara baxın. Yəni 2, 1, hə? 2, 1, karbon qazı lazım deyil. İndi burada 2-nin 1-in nisbətinə daxil olsa, burada tam sərf olan hansıdır? 3 mol dəm qazı yoxsa 2 mol oksigen? Əgər 2 mol oksigen tam sərf olarsa, onda belə çıxır ki, dəm qazı neçə mol sərf olunur? 4 mol sərf olunur. Axı qabda 3 mol dəm qazı varsa, necə olur 4 molda reaksiya daxil olsun? Ola bilərmi? Elə deyilmi? Yəni olmaz. 1 mol çatmır. Ona görə olmaz. Burada tam sərf olan dəm qazı. 3 mol dəm qazına görə nə qədər oksigen sərf olunur? 1,5 mol oksigen sərf olunur. Oksigen sərf olunur. 1,5 mol. Deməli, deyirik ki, oksigen 1,5 mol sərf olunubsa və burada oksigenə görə sürəti tapın. Deməli, 1,5 bölünsün 1 vurulsun 50. O da
0,3. D. 28. Hər birinin qatlığı 2 olan dəm qazı və oksigen. Deməli, dəm qazının da başlanğıc qatlığı 2-dir və oksigenin də başlanğıc qatlığı 2-dir. Yaxşı. İndi bu tənliyə görə dəm qazına görə sürət 0,2-dirsə, o zaman oksigenə görə sürət nə qədərdir? Nə qədər deməli? 2-yə 1-dirsə, hə? Yəni, buna görə sürət 0,2-dirsə, buna görə nə qədər olacaqdır? 0,1 olacaq. Deməli, oksigenə görə sürət 0,1-dir. Deyək, 30 saniyədən sonra. Zaman 30 saniyə. 30 saniyədən sonra qatlıqlar mənimlə. Yəni, dəm qazının qatlığı nə qədər olacaq? Dəm qazının qatlığı nə qədər olacaq? Sual işarəsi. Və oksigenin qatlığı nə qədər olacaq? Və sual işarəsi. 30 saniyədən sonra. Deməli, nədir? Sürət verib də, hə? Məsələn, dəm qazına görə nə deyirik? Dəm qazına görə, yəni 0,2 bərabərdir. S1 çıxas S2 deyirik də, düzdür? Yəni, 2 çıxısın S2 deyək. Bölünsün 30. Deməli, buradan S2 nəyə bərabər oldu? 1,4. Bəs oksigenə görə necə olacaqdır? Yenə də oksigenə görə yazacaq, deyək ki, burada. Yəni, 2 çıxılsın, burada da S2 bölünsün, oksigenə görə sürət, yəni 0,1-dir də. 0,1 bərabərdir. 2 çıxılsın, S2 bölünsün 30. S2 nəyə bərabərdir? 1,7. B. 29. Deməli, 20 saniyə ərzində SO2 nə qədər reaksiya daxil olubdur? 3-dən 1-ə düşüb də 2 mol daxil olub. SO2, yəni 3,1, 2 mol. Və SO2-yə görə sürət 0,5-dir. Və qabın həcmini istəyir. Yaxşı. Deməli, nə yazıq burada? Sürət, yəni 0,5 bərabərdir nəyə deyirik? 2 mol bölünsün V vurulsun 20. Bəli, 20 saniyə. Və buradan da V nəyə bərabərdir? 2 litr. (31) Belə bir qraf veribdir. Hidrogen əvvəlcə neçə mol götürülübdür? 6 mol götürülübdür. Və neçə molu sərf olunub? 3 molu sərf olunub. Və burada hidrogen həm bromla, həm də yodla reaksiya daxil. Və neçə mol H2O dağılıbdır? 2 mol. Deməli, əvvəlcə nədən başlayır? Birinci, hidrogenin yodla reaksiyası yazılır. H2 yod. Və H2O. Əmsallaşdırır 2. Deməli, buradan deyirik ki, 1-ə, 1 mola, 1 mol yod reaksiya daxil olur və 2 mol nə alınır? H2O. Onsuz da qrafikdə nə qədər H2O alınır? 2 mol H2O alınır.
Onda 1 mol yod götürdük burada. 1 mol hidrojen reaksiya daxil olub. Elədirmi? İndi hidrojenin 1 molu burada sərf olunubdur. Bəs nə qədər deməli cəmi 3 mol sərf olunubdur. Hə, 1 mol burada sərf olub. Qaldı nə qədəri? 2 mol. Bəli, qaldı. Deməli 2 mol hidrojen sərf olunur. O da nə ilə reaksiya daxil olub? Bromla reaksiyası. Bəli, yəni hidrojen bromla bromla reaksiyası 2H brom. Deməli 1 və 2 deyirik. Yəni onda belə deyirik ki, 2 mol hidrojen reaksiya daxil olub, 2 mol bromla və bu zaman 4 mol H brom alınıbdır. Yaxşı. İndi baxaq görək hansı ifadələr doğrudur. 1. 2 mol brom reaksiya daxil olmuşdur. Bəli, dedik ki, 2 mol brom reaksiya daxil olubdur. Bir düzdür. 2. Reaksiya üçün cəmi nə qədər maddə götürülübdür? Reaksiya üçün cəmi. Cəmi nə qədər olar? 6 mol hidrojen. 6 mol hidrojen üstəgəl. Yod nə qədər? 1 mol yod. 1 mol yod və 2 mol da bromdur. Bu eləyir cəmi 9 mol. 2 doğrudur. Doğrudur. Reaksiyanın yoda görə sürət çoxdur, yoxsa broma görə sürət çoxdur? Broma görə. Broma görə sürət yoda görə sürətdən nə qədər çoxdur? 2 dəfə çoxdur. Broma görə sürət, deməli, yoda görə sürətdən 2 dəfə çoxdur. Yəni, əmsallara görə deyirik. Burada deməli doğru deyil. 3 səhvdir. Neçə mol yod daxil olmuşdur? Bəli, 1 mol yod daxil olmuşdur. 4 səhvdir. 5. T1 anında H bromun molsa, yodun molsa. H bromun molu nə qədərdir? 4 moldur. Yodun da 2 mol. 2 dəfə çoxdur H bromun. Onda 5 doğrudur. Deməli 1, 2, 5'dir. Belə bir qraf veribdir. Deməli, başlanğıc maddə hansıdır burada? X3 azalan başlanğıc maddədir, artan məhsuldur. Yaxşı, X3 nə qədər azalıbdır? 8-dən 4-ə düşübdür. Yəni 4 mol X azalıbdır. X3. Bəs X2 nə qədər alınıbdır? 6. İndi baxaq görək nə soruşur. Reaksiya axıra qədər gedibmi? Xeyr. Reaksiya o zaman axıra qədər gedir ki, başlanğıc maddə sıfıra düşsün. Deməli, bu deyil. 2. Reaksiya təniyinə baxın. Deməli, deyirik ki, X3 başlanğıc maddədir. X3 başlanğıc maddədir. X2 isə məhsuldur. X3 dedik ki, 4 molyar. X2 isə 6 molyar. Onda hansı nisbətlə götürəcəyik? 2-ni 3-ə. Yəni bu 2, bu da 3 olacaq. Onda bu doğrudur. Demək, üçüncü. X3-ün sərf olunmaz sürəti. Zaman nə qədər veribdir? 10 saniyə. X3-ün sərf olunmaz sürəti. İndi X3-ə görə sürət nə qədərdir? X3 nə qədər dedik sərf olunub? 4 mol. 4 molyar bölünsün 10. Yəni 0.4'dür. Düzdür. Bəs X2 desəydi nə qədər olardı? X2'nin alınma sürəti. Bəli. 6 molyar bölünsün 10. 0.6. Dördüncü. Doğru deyil. Burada çünki hansı böyükdür? X2'nin sürəti böyükdür. X3'dən.
Deməli, doğru deyil. Orada bərabər deyil. Yaxşı. Bəs 5-ci x2-nin əmələ gəlmə sürətini deyir ki, 6-dır. Bəli, 6-dır. O da demək 0.3 deyil, səhvdir. Yəni 2 3-dür burada cavab.